Günde 100 qutu kola satan bir otomat düşünün. Eğer Coca-Cola otomatının yanına bir Pepsi otomatı koyulsa, satışların yarı bölüneceğini düşünebilirik. Lakin bu səhvdir. Böyük ehtimalla hər iki otomat 2 qat daha çox kola satacaq. Tək otomat gördükdə özümüzə kola istəyirəm yoxsa istəmirəm sualını veririk. Amma 2 otomat olsa, sual belə olur. Coca-Cola mı istəyirəm yoxsa Pepsi? Qəribə səslənir. Lakin bu strategiya hər iki rəqib markanın daha çox satış etməsini təmin edir. Oxşar texnikanı McDonald's və Burger King də istifadə edir. Müştərilər iki markadan birini seçir və hər ikisi də daha çox satış edir. Rəqiblərinizin varlığı markanızı daha görünən edir və daha çox insanı seçim etməyə istiqamətləndirir. Düzgün strategiya ilə rəqabət üstünlüyə çevrilə bilər. Daha çox brendləşmə ipucu üçün bizi izləyin.